Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Allahümme yessir li emri ve şrah li sadri ve ahlul uqteten min lisani yafqahu qawli. Allahümme allimna ma yenfa'una ve enfa'na ma allamtana inneke entel alimul hakim. Allahümme beynena hakka hakkan varzukuna ittiba'ahu ve beynena batıla ve cümlemin. Hər şeydən öncə, qardaşlar, Allah s.ə.q. təqvalı olmağı özümə və sizə tövsiyə edirəm. Təqva insanın bu dünyadan apara biləcəyi ən gözəl yükdür. Necə Allah Teala Quran-ı buyurdu ki, فَاِنَّ خَيْرَ زَادِ التَّقْوَى. Eyni zamanda təqvanı möminlərin bir-birinə tövsiyə eləməsi, bu nəbilərin, rəsulların əməli olub. Öz qövmünə, öz cəmatına təqvanı tövsiyə ediblər. Dedi ki, Muhammed sallallahu aleyhi və səlləm hər dəfə muizə etməmişdən öncə insanları təqvaya tövsiyə edib, təqvaya çağırıb. Eyni zamanda, qardaşlar, Allah subhanahu wa ta'alanın neymətlərini də xatırlayıb şükür etmək lazımdır. Çünki qul nə qədər çox Allah subhanahu wa ta'alanın neymətlərini xatırlayıb şükür edərsə, Allah subhanahu wa ta'ala ona olan neymətlərini daha da artırar. Və həqiqətən də, qardaşlar, biz hər gün millərlə neymətin içində oluruq. Amma biz o neyməti neymət kimi qəbul eləmədiyimiz halda o neymət itdikdən sonra o neymətin qədrini bilirik. Əlbəttə ki, Allah s.ə.v. hər bir qula saysız, hesabsız, əvəzsiz neymətlər verir. Sadəcə kimlərsə o neyməti vaxtında dərk eləyir, o neymətə şükr eləyir, həm artırır Allah onun üçün, həm də vaxtında dərk elədiyindən ötürü də o səmərəli istifadə eləyə bilir. Misal üçün götürək, qardaşlar, elm məclisləri hər dəfə olmur. Zikr məclisləri hər dəfə olmur. İnsan üçün gecələr ibadət eləmək, gündüzlər oruçmaq hər gün olmur. Çünki bunların hər birinin vaxtı var. Sən bu gün cavansan, gəncsən, qıla bilirsən, dura bilirsən, oruç tuta bilirsən, sən sabah yaşlaşa da bilərsən. Sən artıq o neyməti neyinirsən, itirirsən. Gəncliyi gecələr kinolara baxmaq, futbol, nə bilim, nələr sərf edirsən, artıq müəyyən yaşa çatan deyirsən ki, yox, ibadət eləməyə lazımdır, baxırsan, canlının gücü çatmır. Bel ağrıyır, əyaq ağrıyır, təzyiq var, tez dura bilmirsən, tez yata bilmirsən, oruç tuta bilmirsən və və s. Yəni, həqiqətən də sahisiz, hesabsız və ya da ki, qardaş, elm dərsləri. Əlhəmdülillah, kifayət qədər sizdə burada da dərslər də olub. Amma səhlənkar yanaşmaq lazım deyildi. Yəni, lazım deyildi ki, gələsən, mücərrəd qulaq asasən, gedəsən. Gəldin, qulaq asın, soruşsun, öyrəndin, bildin, ged evdə təbliğ elə. Evdə zövcəyə danış, uşaqlarına danış, ata-anaya danış. Hətta həm məlumatı təkrarlayasan, həmcə o neyməti ona da xatırlayasan. Və əlbəttə ki, qardaşlar, bu iki şeyi daimən xatırlamaq lazım, daimən zikr eləmək lazımdır. Çünki bunlar mühüm məsələlər. Eyni zamanda, qardaşlar, xatırlamaq istədiyim mövzu inşallah qısaca da olsa, fitnələr, fəsadlar vaxtı insan özü necə aparmalıdır. Əsas bir neçə cümlə bundan danışaq. Çünki, qardaşlar, hamı görür ki, bugünkü gündə təkfir fitnəsi bir tərəfdən, ondan sonra xavaricilər fitnəsi bir tərəfdən, rafizlər bir tərəfdən. Yəni, bunlar azmış kimi hətta sələf cəmatının öz içində də fitnələr baş verir. Baxırsan, görsən, qardaşlar, kimisə məqsəd yönlü sual mı deyim, nəsə deyim, bir tələbə haqqında kimsə kimdənsə soruşur, yəni, məsələ şişir, yayılır, məsələ böyüyür. Hətta o dərəcəyə çatır ki, elmi olmayan, yəni elmi tələbəsi olmayan bir şəxs hər hansısa bir tələbə haqqında müəyyən sözlər danışır. Və çox hasansılıqla da yayırlar. Filan kəs bidətçidir, belə deyilsə belədir. Elə bir sanki neynirlər? Yəni elmi nəysə sübut eləmək istəyir. Ancaq həqiqi mənada üz-üzə gəlsələr, heç bir kəlmə, bir sözlə bəlkə danışa bilməz elmi dərəcədən. Bütün bunlar hamısı ona elə gəlir ki, qardaşlar, biz fitnələri vaxtı özümüzü necə aparmağın qaydalarını bilmirik.
Muhammed s.ə.v bir hədis şərifdə buyurur ki, min hüsnül İslamil marı tərkuhu mə lə yəni. Kişinin İslamının gözəlliyinəndir ki, o özünə aid olmayan işlərə, yəni tərk eləsin, qarışmasın. Həqiqətən də fitnələr vaxtı, qardaşlar, ən böyük səbəb də məhz insanın bu cür məsələlərdən özünü qorumasıdır. Çünki dil, qardaşlar, elə bir alətdir ki, yəni o danışmağa başlayanda, yəni susturmaq istəsən də sustura bilmirsən. Çünki dil həm haqdan danışır, həm batildən danışır, həm nəfsdən danışır. Və müəyyən bir hadisələr də baş verəndə, o dil ki, danışanda ayıra bilmirsən. Bu haqqı deyir, nəfsindən deyir, yoxsa batil danışır. Çünki o qədər fitnələr bəzənilib ki, artıq, o qədər gözəlləşdirilib ki, misal üçün, bugünkü gündə Azərbaycanda kifayət qədər bidət əhli var, kifayət qədər zəllət əhli var, kifayət qədər xavaric, təkvirçilər, rafizlər var. Yəni, bizə həqiqi mənada onlarla mübarizə aparmaq əvəzinə, onlara qarşı birləşib, yəni onları düz yola qaytarmaq əvəzinə, yəni baxırsan ki, qardaşlar bir-birinin arasında kiminsə haqqında mübahisə edirlər. Filankəs belədir, yox filankəs belədir. Sanki kimlərsə, kimlərin qarşısında artıq böyük bir, yəni dəyişilməz bir şəxsə çevrilir. Bu dedi, qutardı, yetdi, yox, o dedi, xeyri yoxdur, bu belə olmalıdır, elə olmalıdır. Amma həqiqət hamısı qalır bir tərəfdə. Çünki bu cür məsələlər, qardaşlar, ümumiyyətlə, adi insanların, yəni sıralı müsəlmanların qarşılacağı məsələ deyil. Çünki daimən belə olur, qardaşlar. Yəni, sələf tarixi boyunca da görürsən ki, iki alimin arasında, böyük alimin arasında hər hansısa bir mübahisə düşə bilər. Yəni, dini mübahisə də ola bilər və hər hansısa başqa bir mübahisə də ola bilər. Və o məsələlərə heç kim qarışmır. Niyə görə? Çünki fitnə görünür və çəkilir. Çünki fitnə ilə bir şeydir, qardaşlar. Əgər iki nəfər arasında yüngül bir ixtilaf yaranırsa, heç kim qarışmasa, fitnə soyur. Amma heç bir şey olmayıb. Sadəcə bir-iki dənə cümlələri zid gəlib. O insan gedir o birisinə başqa cür çatdırır, bu insan gəlir bu insan başqa cür çatdırır, o artıq danışır, bu artıq danışır, amma həqiqətdə üzbəcə gəzələ heç nə yoxdur. Ki, filankəs belə deyir. Burada əlbəttə ki, təhcə sıravi insanların yox, qardaşlar, böyüklərin də xataları var, yəni tələbələrin də xataları var. Baxın, görün, qardaşlar, İbn Abbas radiyallahu anh, İbn Ömər radiyallahu anh öz dövrlərində deyərdilər ki, Osman radiyallahu anh fitnəsi düşənə qədər biz kimdən nə eşidirdik, qəbul edirdik. Çünki hamıda ədalət var idi, hamı adil idi. Yəni, şək şübhə yeri yox idi. Hamısı eyni etiqad, eyni mənhəcdə idilər. Və deyir, nə zaman ki Osman radiyallahu anh fitnəsi baş verdi, biri bizə bir xəbər deyən kimi, dedi, bizə şahidlərinizi gətirin. Səmmu lənə ricələkum, kişilərinizin adını sayın. Yəni, bu məlumatları kimdən götürmüşsünüz, tanıtdırın onları bizə. Çünki, qardaşlar, Allah subhanətə bu şəriət elmini məhz həmən o isnad sahiblərinin səbəbi ilə bizə bu cür qorunub gəlib çıxıb. Bizə hədisləri, ayələri nə mələklər gətirib, nə də vəhlə. Bizə kimlər gətirib? Həmən alimlər, sahabələr, tabinlər, ətbay tabinlər ötürə gəlib çıxıb İmam Buxari rəhməlləhə. İmam Buxaridə bir onları araşdıra, axırda gətirib bizim üçün səhi və yaxud da zəifini çıxardıb qoyublar ortaya. Ancaq bugünkü də, qardaşlar, kiminsə haqqında nəsə eşitməsi, nəsə fitnə yaymasına ehtiyac yoxdur. Çünki, qardaşlar, sənə deyilsə ki, filankəs belədir, 41-45-də həlak olmayıblar ki. Qarabağda heç kimi həlak olmayıb ki. Həmən insanlar sağdır, sağ deyil. Sağdır, qardaş. Zəng elə, araşdır, öyrəndən, qardaş, bax, sənin haqqında belə eşitmişəm. Düzdür, düz deyil. Hə, yoxsa yox, qutardı yetdi. Yoxsa, qardaş, araşdırmadan, sübut eləmədən, yəni, deməyin ki, filankəs deyibdi, hər hansı bir tələbə deyibdi, yəni, tələbə məsum deyil. Və bu cür məsələlərdə, qardaşlar,
adi insanlardan çox kimin xataları var? Böyüklərin, tələbələrin. Çünki fitnələrin də o səbəb olmasında, müəyyən problemlə qalxmasında ən birinci səhvlər biz tələbələrdə olur. Yəni sizdə olmur. Çünki biz öz aramızda müşavirə eləmirik, yığışmırıq, araşdırmırıq, sübut eləmirik və hansımız hardan nə gəldi danışırıq və nəslə böyük bir dənə fəsad yaranır. Ancaq biz bir şey haqqında araşdırsaq, öyrənsək, yığışsaq, dəqiqləşdirsək və sonra deyəcək, bəli, məsələ bu cürdür, problem də olmaz. Çünki vəziyyət o qədər, yəni bu hala gəlib çıxır ki, hətta şeytan bu cür məsələləri gözəlləşdirməyə çalışır. Yəni, heç nə çətin deyil. Xəbərdir, filan qardaşı zəng elə öyrən. Qardaş belədir. Bax, belə şeylər var. Düzdür, düz deyil. Və ya da səhvdirsə, niyə görə belədir? Araşdırın, qutarsın, geçsin. Amma ki, araşdırmadan, sübut eləmədən fitnələri yaymaq. Yəni, çünki bunlar hansı məqsəd yönlüdür, qardaşlar. Çünki məqsəd yönlü şəkildədir ki, dəvəti məhv eləməkdən ötürü ən birinci kimlər məhv olmalıdır? Dəvətçilər. Əgər dəvətçilər hamısı bir-bir ləkələndi, bir-bir sıradan qardaşlar, yaxşı, onda adi sıralı müsəlmanlar bilmədiklərini kimdən sorsunlar? Xavar təkvirçilər kimi internetə başvurub oradan öyrənsinlər, assınlar sonra. Yox, qardaş. Ona qardaşlar, dediyimiz hədis ki, kişinin İslamın dinindəndir ki, özünə adam işlərə qarışmasın, bu bizim üçün bu fitnələr vaxtı ən əsas səbəblərdən biridir. Çünki bu hədisin şərhində şərhçilər qeyd edir ki, bura əlaxüsus dil aiddir. Əlaxüsus dil. Çünki bədən üzvlərin insan hər dəfə özünə adam işlərə qarışa bilmir. Misal üçün, bilirsən, qabaqda yarım ton var, güzdür, qaldırmaq. Gelib qaldırırsan onu? Yox. Bilirsən, sənlik deyil. Qayəlvi də vurmursan. Amma gəlib oturuna bir yerdə oturan, görürsən, kimsə 2-3 kəlmə söz danışır, şeytan da sən deyir, sən də bir xoddanginlə, bax, sən də bilsinlər, sən də nəsə bilirsən. Danışırsan, danışmırsan. Danışırsan. Ona görə Muhammed s.ə.v Huzeyfə radiyallahu hədisində buyurur ki, kişi bir kəlmə söz deyər, o sözün dalındakı mənaya varmaz və o sözün cəhənnəmin 70 il dibinə sürüşüləyər. Hətta Huzeyfə radiyallahu deyir, ya Rasulallah, dilimizin qazandıqla dilimizə görə biz cəhənnəmə mi düşəcəyik? Onda Muhammed s.ə.v deyir ki, məgər insanları qiyamət günü üzüsə cəhənnəmə sürüşləyən onların dillərin qazandığı olmayacaqmı? Ona görə qardaşlar, özünə adamın işlərə qarışmaq deyiləndə ilk öncə dil nəzərdə tutulur. Necə İmam Müslim öz səhində gözəl bir hədis rəvat edir ki, Muhammed s.ə.v deyir ki, kəfə bilmər ən kədbə ən yuhəddəfə bi kullu mən səmiyə. Kişinin yalanlığına yetər ki, hər eşit şeyi nəql eləsin. Görün, bugün nə qədər böyük bir problemlərə çıxır ki, adi, biz yeri gələndə təkvirci xavaricilərə etiraz edirik ki, alimlər haqqında danışırlar. Alimlərə dil uzadırlar. Filan alimə belə deyirlər, filan kəsə belə deyirlər. Və sonra da başlayırlar tələblər, adi onlar üçün adi şeydir. Eləcə qardaşlar, bugün əgər sıralı bir müsəlman da hər hansısa bir tələbə haqqında da o cür danışıqlar eləyəndən sonra o hara aparıb çıxaracaq, o da həmən alimlərə gəlib çıxacaq. Əgər bu özündə cürət tapıb, ondan qat-qat xeyirli, elmli insan o sözü deyə bilirsə, sabah üçün Şeyx Fovzan, Şeyx Albani demək üçün problemi yoxdur. Çünki o təkvirçilər də ilk öncə alimlərdən başlamamışdılar. Kimdən başlamışdılar? Tələbələrdən. Və mərhələ getdi, o dərəcə çatdı ki, artıq Şeyx Albani və eləx və s. böyüklərə getdi, çıxdı. Eləcə, qardaşlar, biz bugün bu cür məsələdə gələk diqqətli olaq. İmam Malik Rəhmanullah bir gün öz dərsində tələbələrinə deyir ki, hər birinin sözü götürülür və hər birinin sözü rədd olunur. Yalnız qəbr sahibindən başqa və əlini Muhammed s.ə.v qəbrin üstünə uzadır. Yəni, qardaşlar, sözü götürüləsi, rədd olunmayası şəxs varsa kimdir? Muhammed s.ə.v. İbn Abbas radiyallahu anh Raşid xəlifələrin dövründə insanlara hədis deyir və deyirlər ki, Əbu Bəkir belədir, Ömər belədir. İbn Abbas radiyallahu anh deyir ki, mən qorxuram üstünüzə bəla gələr ki, səmadan daşlar yağar ki, mən deyirəm Allah və Rasuldur, siz deyirsə Əbu Bəkir Ömərdir. Kimi deyir Əbu Bəkir Öməri? Qardaşlar,
İlkin xavaricilər nə ilə azdılar? Quranla. Düz deyil. Onlar bir alimin rəyin gətirirdilər. Yox. İlkin xavaricənin azma səbəbi məhz Quran ayəsi idi. Və bugünkü gündə sıravi müsəlmanlar hər hansısa bir tələbənin sözü ilə ona buna hökm verəndə, fitnə qaldıranda onun azmaq ehtimalı çox da azdır. Əgər bir xavariclər Quran ayəsi ilə azıblarsa, adi insanın sözü ilə azmaq çox da azdır. Çoxdur, qardaş. Və xavariclərin, təkvirçilərin gətirdikləri, baxın, Quran sünnə deyil, alimlərin sözləridir. Ona görə müasir alimlərdən birinə sual verəndə, dedi, niyə təəccüblənirsiniz ki? Dedilər ki, bəs Şeyx Fozandan dəlil gətirirlər, belə deyirlər, belə deyirlər, filandan belə deyirlər, belə deyirlər. Dedi, Şeyxdir, niyə təəccüblənirsiniz ki? İlkin xavariclər Quran ayəsini gətirdilər, azdılar. Və alimin sözü ilə azmaq, yəni problem çox asandır. Əgər alimin sözü ilə azmaq asandırsa, bizim kimi tələbələrin sözü ilə azmaq ondan çətində asandır. Ondan da asandır, qardaş. Bugün bax, hər bir təkvirçi danışdığı söz kimdən dəlil gətirir? Alimdən. Əgər alimin sözü ilə həmən adam azırsa, qardaş, tələbənin sözü ilə kimsə aza bilməz? Aza bilər. Dövr o dövr deyil ki, deyim ki, isnad dövrüdür, ricəl dövrüdür. Əgər İbn Abbas radiyallahu anh, Osman radiyallahu anh qətlinin dövründən, yəni o qətlindən sonraki hadisələrdə hər kəsdən eşilən şeyləri qəbul etmirdilərsə, qardaşım, bugünkü də fitnədə bizə nə olub ki, hər bir kəsin dediyi şeyi qəbul eləyək? Hər bir kəsin dediyi şeyə görə kiməsə hökm verək, nə bilim, bəyan eləyək, kimisə alçaldaq, kimisə, nə bilim, zay eləyək, kimisə yox eləyək. Onsa bizim kifayət qədər qardaş ətrafımızda bugün bizə qarşı olanlar var. Etiqadla da, mənhəclə də. Amma öz aramızda hansımızınsa, yəni bizə görə bir xata gördüyümüz bir şey varsa, qardaşlar, onu özünə bəlli eləməyə lazımdır. Gedib orada, burada yaymaqdansa, aidiyyəti olmayan yerlərdə yaymaqdansa, sosial şəbəkələrdə yaymaqdansa, qardaşımızın özü ilə əlaqə saxlamaq daha yaxşıdır. Araşdırmaq daha yaxşıdır. Və yaxud da ki, bugün kimlərsə gəlib, hər hansı bir təkvirci xavaric gəlib, hər hansı bir tələbənin dərsində oturub ondan faydalanırsa, o demək deyil, o tələbədə xavaric olmalıdır. Elə deyil, qardaşlar. Bu heç yerdə belə qayda yoxdur. Və yaxud da ki, bir təkvirci deyəcək ki, mən ancaq, məsəl üçün, Osmanın dərsindən qulaq asacam. Osman xavaric sayılmalı deyil. Və yaxud da ki, bir dənə haqqı Osman deyil, və yaxud da bir dənə haqqı Veysal deyil, bir dənə haqqı, məsəl üçün, adil deyil. O demək deyil ki, o tələbələr xavaric və yaxud da ki, hizbisi olmalıdır. Düzü, qardaşlar. Baxın, görün, Muhammed s.ə.v-in yanında olanların içində hamısının qəlbi eyni idi, münafiq var idi, asi var idi, fasik var idi, qardaş. Eləcə də İbn Hüseymin Rəhməllahın dərslərində nə qədər ixvan fikirlər var idi, təkvir fikirlər var idi. Düz, tam təkvirçi olmasalar da, amma xalis ixvan fikir, Seyyid Qutbun fikirlərindən qidalananlar var idi. Kimsə Şeyx Hüseymin Rəhməllah'a ixvan deyə bilir? Deyə bilər. Əsası var? Yoxdur, qardaş. Ona görə bəzi məsələlər var, qardaşlar, sizin də qarışmağınız, yəni sizin kimi sıravi müsəlmanlar o məsələ qarışmağı o məsələnin həlli kökündən uzaqlaşdırır. Yəni, ixtilaf tam ki, ovucun bu içində etsə, amma qıraq insanların qarışmağı məsələnin öz oxu ətrafından çıxardır, başqa bir tərəfə yönəldir. Gəlib yerində axtarırsan ki, burada da görürsən, yox, yerində deyil. Kim apardı onu? Adi insanlar. Amma məsələni öz yerində qoysalar, o 2 dənə tələbə, 3 dənə tələbə gedər, başları soyar, nəfslərini biraz cilovlayarlar, biraz dəstəmaz alıb şeytanı qaçırdarlar, səbirli ol, gələrlər, məsələnin yerində tapıb həll eləyəcəklər. Amma onlar gedib dəstəmaz alıb gələnlər kimi baxırlar ki, məsələ o yerində deyil. Məsələni kimsə götürüb aparır bu bir tərəfə. Qutardı getdi. İndi gəl onun dalında deyəm. Gəl onu araşdır. Onu, qardaşlar, baxın, görün, İmam Buxari Rəhməllah özü hədis rəvayət edirdi, kişilərin sayı 1000-dən yuxarı idi.
Amma ki, onların hər birinin təklikdə, yəni tərcüməyi halını bilirdi. Kimdir, nəçidir, elmi harada alıb, kimlə görüşüb, kimlə oturub durub, harada yaşayıb və s. Amma ki, onlar haqqında özü hökm verməyib. Hökm verən alimlərin sözlərini gətirib. Deyib ki, filan kəs haqqında filan kəs belə dedi. O ilə kifayətlənib. Niyə görə? Çünki İmam Buxari Rəhməhullah o cərh və tədil elmində mü'tədil alimlərdən sayılır. Çünki orada mütəşəddidlər də var, səhlənkarlar da var və bir də adillər var. İmam Buxari adillərdən olub. Yəni, Vaki bin Cərrahın və yaxud da ki, Əbu Hətim Zuranın və yaxud da ki, İmam Əhmədin dediyi rəylərlə kifayətlənib. Ki, filan kəs bunun haqqında belə dedi. Qutardı getdi. Amma ki, qardaşlar, bugünkü gündə fitnanın, fəsadın bir yerə qalxması və əlbəttə ki, hamı da bilir ki, bugün artıq dəvət meydanı boşalıb. Biz əgər bugün özümüzü ələ almasaq, bir yerə toparlanmasaq, yəni dediyimizi, düşündüyümüzü cəmləşdirməsək, qardaşlar öz arasında səhvlərimizi cəmləşdirməsək, birləşdirməsək, biz artıq sabahsün dəvəti tamamilə itirəcəyik. Sanki dəvətimiz nədən ibarət olacaq? Filankəs haqqında belə deyib. Sən kimlərdənsən? Hə, yoxsa yox deyənlərdən. Onun haqqında danışanlar, yoxsa susanlardansan. Belə olacaq, olmayacaq qardaşlar. Görəcəksən ki, hara gelsən, cəmaət iki ilə bölünür. Filankəslərdən, filankəslərdən. Bu, bunun haqqında belədir, bu, bunun haqqında belədir. O da qardaşlar, dəvəti tamamilə öldürür, yoxa çıxardır. Yoxa çıxardır, qardaşlar. Və dəvət məcəli də boşalandan sonra artıq xavarizlər, təkvizlər, rafizlər nə edəcəklər? İstifadə edəcəklər. Necə bugünkü də rafizlərin istifadə elədiyi? Tələbələr haqqında danışırlar, düşünmədən, fikirləşmədən, dəqiqləşdirmədən və rafizlər başlıqlar qoyurlar. Vahabilər bir-birlərini bəyan elədilər. Vahabilər bir-birlərini ifşa elədilər. Bir-birlərinin zibillərini açdılar. Nə bilim, nələr elədilər. Nə edirsən başlıqlar haqqında yazırlar. Və biz də elə zənn edirik ki, biz düz eləyirik. Biz öz içimizdə olan qardaşlarımızın xatasını özümüz islah eləmək əvəzinə, qardaşlar, nə edirik? Bütün alimə car çəkdik ki, ay millət, ay rafizilər. Bax, bizdə də belə şey var, götürün başlayın yaymağa. Çünki onlar bugün artıq dəvəti əllərini almaqdan dolayı ancaq işləri, gücləri bizi özlərinə rəqib görürlər deyənə bizim içimizin eyiblərini araşdırıb üzə çıxardırlar. Və bizdən deyib tapanmazlar. Çünki onlar özləri o qədər eybin içindədir ki, müqayisə eləyəndə heç kim deyib görə bilmirlər. Yəni, o qədər məsəl üçün, sarımsaq yiyən adam özündən sarımsaq içində boğulur. Otaqda sarımsaq iynəyə bilər o adam. Yox. Bunlar da bütün gün nəcisinin içindədirlər. Hər tərəfdən bulaşıblar. Bir tərəfdən şirk, bir tərəfdən küfür, bir tərəfdən siğa, bir tərəfdən nə bilim nə, aləm hamısı da bilir. Onu heç silə bilmirlər. Yalnız gözləyirlər ki, bu gün sələflər kimlər haqqında danışacaqlar. Ki, kimin haqqında danışacaq, götürək onu özümüz üçün dəvət eləyək. Ki, onu ilə öz rafizlərinə motivasiya eləsinlər ki, baxın, onlar sönürlər, bir-birlərini qırıb çatırlar, səbirli olun, hər şey yaxşı olacaq. Bu da onların dəvətidir. Biz bilərəkdən onların əlinə veririk, xal veririk. Allah, tutun bunu əlimizdə saxlayın, biz bir-birimizi bəyan eləyəcəyik, bir şey eləyəcəyik, hamımız bir-birimizin cəmatı parçalayacaq, 5 məndə, 3 səndə, 3 onda qalan da sizdir, nə istəsiz eləyərsiniz. Amma qardaşlar, bu dəvətdə yüzlərlə, minlərlə insanların əziyyəti olub. Yüzlərlə, minlər insanların başı gözü ağarıb, vaxtı gedib, gözləri zəifləyib, qulaqları zəifləyib, ömrü qocalıb. Bəlkə siz çoxlu gəncsiniz, cavansınız, bilmirsiniz, amma sizin burada oturanların elələri var idi ki, bu dəvətə başlayanda başı da gözü də qapqara idi. Amma əlhəmdülillah, hamının dəvətdə əziyyəti var, qardaşlar. Hər bir hidayətə gələndən sonra siz bu dəvətin bir üzvüsünüz. Və sizin də dəvətdə onlar qədər də olmasalar da əziyyətiniz var. Çünki siz hidayətə gələndən sonra da siz də kimisi dəvət edirsiniz. Məktəb yoldaşınız,
institut yoldaşımız, valideyn, qonşu, bacı, qardaş. Amma gəlin qardaşlar, dəvətin parçalanmasının qarşısını alaq. Bir-birimizin haqqında, hər hansısa bir tələbənin haqqında yalanın, böhtanın, cəfəngiyyatın yayılmasının qarşısını alaq. Baxırsan, görürsən ki, o dərəcəyə çatır ki, artıq hansısa tələbə haqqında qazet, jurnal yazır. Tamamilə uydurmalar. Allahdan qorxsun ki, o cür şeylər yazır. O cür böhtanlar atır. Qardaşlar, bütün bunlar hamısı səbəbkar biz özümüz olmuşuq. Və biz də şeytan bizə o qədər gözəlləşdirir ki, əməlləri elə bilir ki, düz eləyirik. Ancaq bir gün Allah sonra qəlbimizi açanda, bizə basirət verəndə görəcək ki, biz nə qədər səhvlər eləmişik. Bilə-bilə dəvəti uçurma aparırıq. Bilə-bilə dəvəti yoxa çıxarırıq. Ona görə qardaşlar, gəlin bu sosial şəbəkələrdə və ya nələrdəsə bu cəfəngiyyatlara, bu yalanlara, bu böhtanlara, yəni yayılmasına səbəb olmayın. Ancaq Quranın, sünnənin yayılmasına səbəb olun. Haqqın yayılmasına səbəb olun. Bidətçiyə, rəddiyə qaytarmağa səbəb olun. Amma bir-birlərimizin xatasını, eybini yayamaq, yəni güya ki, ifşa eləyirik, neyləyirik, cəmaat toplamaq, cəmaatı parçalamaq, vallahi şeytanın da ən çox istədiyi elə budur. Və sələf dəvətinin düşmənlərinin də istədiyi elə budur ki, qoy dəvət içindən parçalansın. Çünki dəvəti qıraqdan heç kim parçalaya bilməz. Əhl-i sünnəni heç kim qıraqdan təhsil edə bilməz. Tarixən əhl-i sünnə cəmaatın həmişə özü içindən parçalanıb. Bax, bu cür əməllərə görə, bu cür əsassız, səbəbsiz danışıqlara, sözlərə görə. Biz də Allah sonra dua ki, Allah sonra bizi dəvəti parçalayanlardan deyil, dəvəti birləşdirən qullarına eləsin. Əl-ələ verib, sələf dəvətini qaldırmaq bizə müvəffəq eləsin. Bir-birimizin eybini sosial şəbəkələrdə deyil, üzbəyiz oturaq, xatırladaq, nəsiyyət eləyək. Xalis niyyətlə, təmiz qəlblə. Və Allah sonra bizə işi faydalardan eləsin. Və düzün Allah bil və sallallahu Muhammedin və aləli və sahibə əcməin.